Hörmətli izləyicilərimiz, 15 mart 11-ci sinif buraxılış sualları izahına davam edirik. Qeyd edim ki, bu sualları biz dil qaydalarına aid olanları WhatsApp kanalımızda paylaşmışdıq və bəzi izləyicilərimiz bir neçə sualın izahını istəyib. Bunlardan birisi də bu gördüyümüz çox vaxt aparan bir sualdır. Yəqin ki, qısa bir videoya yerləşdirmək mümkün olmayacaq. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Əvvəlcə biz sualımızı dəqiq oxuduq. Burada bizə lazım uyğun fikirlər, yəni doğru fikirlər. Və 2 dənə cümlə verilib. Cavablara baxanda görürük ki, daha çox saya aiddir. Ümumiyyətlə, hər bir feili birləşmə var, say var. Yəni, həm morfologiya var, həm sintaksis var. Cümlələrimizi oxuyaq. Onlarla həll olunmamış məsələyə birgə baxış keçirilsə də, yenə də bir neçə işi yekunlaşdırmaq mümkün olmadı. İkinci cümlə, onlarca insanın gözü qabağında baş verən bu hadisə bir çox qəzetlərdə dəfələrlə işıqlandırılmışdır. Əvvəlcə biz tapaq, nümunələrin hər ikisinə aiddir. Kökü amonim olan saydan yaranmış söz işlənmişdir. Kökü amonim olsun, amma deyir özü saydan yaransın. İndi biz baxaq. Kökü amonim olan söz birinci cümlədə, baxın, birgə sözüdür. Baxın. Birgə sözü, demək, kökü bir sözüdür. Bir sözü amonimdir. Həm say olur, həm zərf olur, həm köməkçi nitq hissəsi olur. G leksik şəkilçidir və zərf düzəldib. Saydan zərf düzəldib. Yəni, kökü amonimdir, saydan düzəlib. Bəli, bu doğrudur. Birinci cümlə üçün doğrudur. İndi ikinci cümləmizə baxaq. İkinci cümləmizdə kökü amonim olan və ümumiyyətlə saydan düzələn söz elə onlarca sözüdür. Onlarca elə düzəltmə sayıdır. Saydan düzəlib. Amma 10 sözü amonim deyil. Bu fikir birinci cümlə üçün uyğun olsa da, ikinci cümlə üçün uyğun deyil. Ona görə biri biz çıxarırıq. Və yenə də bayaqki sualda izah etdiyim kimi, birləri tez bazar çıxartsaq, çünki biz daha sürətli olmalıyıq, 3 cavabımız çıxıldı. 2. Feili birləşmənin aslı tərəfində olan say var. Cümlənin özü biraz məntiqsiz gəlirmi sizə, bilmədim. Yəni, belə olsaydı cümlə daha yaxşı olardı. Feili birləşmənin aslı tərəfində say var. Olan sözü burada artıqdır. İndi biz baxaq, feili birləşmə. Onlarla həll olunmamış məsələni feili birləşmənin aslı tərəfində. Burada onlarla sözünü və yaxud bu söz haqqında biraz sonra danışarıq. Bir də altda bir dənə də say var, bir neçə. Bir neçə işi yekunlaşdırmaq. Feili birləşmə asıl tərəfidirmi? Bəli, var. İkinci cümləyə keçək. Onlarca insanın gözü qabağında baş verən. Burada da onlarca sözü feili birləşmə aslı tərəfidir. Hər ikisində var, doğrudur. Ona görə 2-ni götürürük. 2-ni götürəndə uşaqlar artıq cavabımız hazırdır. Yenə də qeyd edim ki, artıq bizə sürət lazım olduğu üçün biz avtomatik Y-ni götürüb digər cavaba keçə bilərik. Amma mən izaha davam elətdirirəm. 3. Rəqəmlə yazıla bilməyən say işlənmişdir. Baxaq. Rəqəmlə yazıla bilməyən say burada bir neçə sözüdür. Rəqəmlə yazıla bilmir. İkinci cümlədə isə bir çox sözüdür. Rəqəmlə yazıla bilmir. Hər ikisi üçün doğrudur. 4. Artıq 4-də nümunələrdən yalnız birinə aid olmalıdır. Neçə say işləndiyini dəqiq müəyyən etmək mümkün deyil. İkinci cümlədə baxın, 2 dənə say var. Onlarca, bir də bir çox. 2 dənə say işlənib, dəqiqdir. Amma birinci cümlədə görün, birinci söz, onlarla sözü 2 cür başa düşülə bilər. Bir başa düşülə bilər əvəzlik, onlar ilə, bizimlə, sizinlə, onlar ilə mənasında əvəzlik. Bir də ola bilər qeyri-müəyyən say. Onlarla şəkilçisi ilə düzəlmiş say. 2 cür düşünə bilər. Yəni, neçə say işlən dəqiq müəyyən etmək olmur. Yəni, birinci cümlədə bir sayda düşünə bilərik, 2 sayda. Çünki burada onlarla həll olunmamış deyəndə, yəni, ondan çox məsələ həll olunmayıb da başa düşə bilərik. Və yaxud da onlar ilə
həll olunmamış. İnsan mənasını da başa düşə bilərik. Ona görə də bu birinci cümlə üçün doğrudur. Dəqiq müəyyən etmək olmur. Amma ikinci cümlədə belə bir problem yoxdur. Onlarca həmişə saydır, bir çox da saydır. Yəni bu cümlələrdə saydır, 4-ü də götürürük, çünki yalnız birinə aiddir. Birinci cümləyə aiddir, ona görə bu doğru fikirdir. 5. Təyin vəzifəsində olan qeyri-müəyyən miqdar sayı tamamlığı izah edir. Biz baxaq, onsuz da burada verilənlər hamısı qeyri-müəyyən miqdar sayıdır. Onlarla həll olunmamış. Onlarla həll olunmamış məsələyə. Burada onlarla həll olunmamış feili birləşmə aslı tərəfidir onlarla. Yəni təklikdə təyin deyil. Ona görə bunu çıxırıq. İkincisi, bir neçə işi yekunlaşdırmaq. Bu da məsdər tərkibinin asıl tərəfidir. Bu da təyin deyil. Ona görə bunu da çıxırıq. Bir də yoxdur. İndi ikincisinə keçək. Onlarca insanın gözü qabağında baş verən. Burada onlarca sözdə yenə feil sifət tərkibinin asıl tərəfidir. Təklikdə təyin deyil. Və sonuncu söz, bir çox qəzetlərdə dəfələrlə işıqlandırılmışdı. Nə qədər bir çox təyindir, nə də qəzetlərdir. Bəli, burada tamamlığa aiddir. Bir çox sözü bu bir cümlə üçün doğrudur. Yəni bu fikir, 5-ci fikir, ikinci cümlənin bir çox sözü üçün doğru olduğu üçün biz götürürük. Bunu da 6. Sayla aid olduğu isim arasında numerativ sözdə istifadə edilməmişdir. Biz burada hər iki cümlədə 2 dənə say gördük və heç bir yerdə numerativ söz yoxdur. Ümumiyyətlə, numerativ sözlərlə işlənə bilmirdi bu sayıların heç birisi və eyni zamanda heç bir cümlədə numerativ söz yoxdur. Bu 6 olmalıydı bu xanada, amma ikinci xanaya keçirilib, ona görə yanlışdır. 6-nı da çıxdıq. Yenə cavabımız hansı qaldı? Cavabımız qaldı Y bəndi. Bir də təmizləyək buranı. Cavabımız oldu Y bəndi. Ümidvaram ki, bu sual hamı üçün aydın oldu.